İki övladını vətənə əmanət edib döyüşlərə qatılan baş çavuş Nadirov Elçin Nadiroğlu 1987-ci il dekabrın 5-də Şəki şəhərində anadan olub. Elçin Nadirov fizika, riyaziyyat və humanitar təmayüllü liseyin məzunu olub. O həmçinin Şəkidəki 2 saylı uşaq musiqi məktəbində qarmon üzrə təhsil alıb. Elçin musiqidən əlavə idmanla da məşğul olub. O, Azərbaycan Respublikası Karate-Do Federasiyaları Asosiasiyasının Şəki regional şöbəsi tərəfindən keçirilən imtahanlarda müvəffəqiyyət qazanaraq ağ, sarı və yaşıl kəmərlərə layiq görülüb. 2006-cı ilin yanvar ayında Elçin müddətli həqiqi hərbi xidmətə çağırılıb. Daxili qoşunların Hacıqabul rayonu, Bakının Xətai rayonu və Gəncə şəhərində yerləşən en saylı hərbi hissələrində hərbi xidmət keçərək 2007-ci ilin iyul ayında təxris olunub. 2009-cu ildə Elçin daxili qoşunların sıralarına qayıdıb. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Bərdə rayonunda yerləşən en saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsində snayper, atıcı vəzifələrinə təyin edilib. O, Vətən müharibəsinin ilk günlərindən Kəlbəcər istiqamətində, Murovdağda, sonra Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad edilməsində böyük şücaət göstərib. Müdafiə xəttinin yarılması, mövqelərinin ələ keçirilməsi, onun canlı qüvvəsinin məhv edilməsində Elçin döyüşçü şücaəti göstərib. Baş çavuş Elçin Nadirov oktyabrın 15-də Füzuli rayonunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub. O, Şəki şəhərində yerləşən şəhidlər məzarlığında dəfn olunub. Ailəli idi, 2 övladı yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamlarla baş çavuş Elçin Nadirov ölümündən sonra vətən uğrunda və Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib.